Salam dəyərli izləyicilərim. Bugün sizə Göradildə Həyat İstirahət Mərkəzinin yaxınlığında ümumi 18 sot torpağın içində yerləşən 2 mərtəbə üstü mansard olan bu gözəl evi sizə təqdim edirəm. Əzizlərim, həyətdə gördüyünüz kimi şəlaləsi, həyətin o baş bu başı uzunluğunda navesi, yəni altıda qarajda harasa 5-6 maşın sığışar. Həyətdə əzizlərim, müxtəlif növ meyvə ağacları, müxtəlif növ dekorativ ağaclar. Bax, bu gördüyünüz xurma ağacıdır. Yəni, hərçənd də bunu bizdə bitirmək çox çətindir. Bu yapon əzgili. Navesimizin altında manqalnisi. Yay mətbəxi. Yəni, qışda özə manqalnisi pişmiş kərpişdən hörülübdür. Çox keyfiyyətli iş görülüb. Əzizlərim, yayda bunun altında kölgəlikdən, qışda da qar yağışdan. Bax, gördüyünüz kimi müxtəlif növ ağaclar. Zoğal ağacı, iydə ağacı, bütün ağaclardan var. Limon ağacı. Da palma ağacları. Evimizin böyründə, arxasında yenə hardasa 80-a yaxın yaşıllığı, bar verən meyvə ağacları da var. Əzizlərim, evimizin arxasında yenə də qeyd etdiyim kimi gözəl meyvə ağacları, orduba dəriyi, nar, əncil, bütün ağaclardan var. Alça ağacı, göycə. Hamısında gördüyünüz kimi üstü doludur, maşallah. Ağaçlar bir yaxşı gətirib. Əzizlərim, evimizin həyətinin axırında heyvanat saxlamaq üçün yenə damları var. Solda böyük bir setkanın içində bölünüb ki, həyət quşlarını ayrı-ayrıqda saxlamağa. Bundan əlavə, bax, gördüyünüz kimi bu dəqiqədə hal-hazırda həyətdə toyuq, cücə hamısından var. Baseyni var. Həm uşaq üçün, həm də böyük üçün ayrı-ayrılıqda. Bundan əlavə həyətdə uşaqlar oynamaq üçün kaçelisi. Bax, bu gördüyünüz soldakı 2 mərtəbə gözətçi otağıdır. Əziz izləyicilərim, indi də gedəyim, evimizlə sizi tanış edim. Evimizin qarşısında 1-ci və 2-ci mərtəbəsində belə açıq eyvanı. Əzizlərim, 4 dənə açıq eyvan var. Həm evin arxa tərəfindən çıxış var. Bura evimizin dəhliz hissəsidir 1-ci mərtəbənin. Burada 2-ci mərtəbəyə çıxışdır. 2-ci mərtəbəyə çöldən də çıxış var. Bura qonaq otağıdır.
Bura sanuzel. Parnoy da var. Bura mətbəx. Mətbəxdən yenə həyətin arxa tərəfinə çıxış var. Bax, gördüyünüz bu qapı mətbəxdən həm arxaca balkona çıxışdır, həm də həyətə. Burada da yenə bir ailə yataq otağı var. İndi də gedək əzizlərim evimizin ikinci mərtəbəsi ilə tanış olağın. Əziz izləyicilərim, birinci mərtəbədə gördüyünüz böyük bir qonaq otağı, mətbəx, bir də yataq otağıdır. Burada evimizin ikinci mərtəbəsidir. İkinci mərtəbədə də yenə bir qonaq otağımız. İkinci burada yenə yataq otağımızdır. Ailə yataq otağıdır. Buradan yenə evimizin ikinci mərtəbəsinə balkona çıxış var. İşıqlar keçmişdi. Buradan da yenə ikinci mərtəbədən balkona çıxışdır. Görürsünüz əzizlərim, çox gözəl mənzərəsi var. Dənizə lap yaxında 700 metr məsafəsi var dənizə. Həyətdə fontanı, şəlaləsi. Çox qəşəng evdir əzizlərim. Özə indiki qiymətlərlə, bu pulla bunu tikilmək, bu boyda 18 sot torpağı alıb, bu boyda dəmdəstgah yaratmaq qeyri-mümkündür. Bura ikinci mərtəbə üçün sanuzeldir. Burada yenə ikinci mərtəbədə qonaq otağıdır. Əzizlərim, bundan əlavə evimizin 2 mərtəbə üstü mansardır. Mərtəbələr arası monolitdir. Qiyməti 240.000 manatdır. Sənəti qupçadır əzizlərim. Paket qupçadır, yəni ipoteka yolu ilə də mümkündür. Baxın, dəniz buradan nə aydın görsənir, lap yaxındır. Uzağı 700 metr dənizlə arası məsafəsi var.